Dəyərli izləyicilər, bugündən biz riyaziyyat mövzularına aid videolar çəkəcəyik və ümid edirəm ki, kimlərəsə xeyri olar. Başlayırıq sıfırdan və onu da qeyd edeyim ki, burada həm mövzu izahı olacaq, həm misallar olacaq. Misallar sadədən mürəkkəbə doğru gedəcək. Ona görə də əgər sadə misallar gördükcə heç də darıxmayın, sonrası çətin misallar gələcək. Yəni, eyni mövzunun içərisindən söhbət gedir. Riyaziyyatın əsasını təşkil edən rəqəmlərdən və ədədlərdən danışacağıq. Rəqəmlərimiz bildiyimizə görə 0-dan 9-a qədərdir və onları yazaq. 6, 7, 8 və 9. Bax, bunlar rəqəmlərdir. Bunların köməkliyi ilə biz ədədlər yaradacağıq. Və bu ədədlər yalnız rəqəmlərin, bax, burada gördüyümüz rəqəmlərin köməyi ilə yaranacaq. İlk yaranmış ədədlər natural ədədlərdir. Natural ədədlər sayma nəticəsində yaranır. Əşyaları sayarkən biz birinci əlbəttə ki, 1-dən başlayırıq. Heç yerdə görməmişik ki, məsələn 5-dən başlasınlar. 1-dən başlayırıq. Deməli, natural ədədimiz 1-dən başlayır. Və s. sonsuzluğa kimi davam edir. Bax, bu sonsuzluq işarəsidir. Yəni, get-gedə böyüyür. Ən böyük natural ədədi tapmaq olmur. Amma ən kiçik natural ədəd 1-dir. Bir şey də vurğulayım ki, çox insanlar məsələn 12-ni rəqəm kimi qeyd edir. Deyir 12 rəqəmi. Xeyr, bu 12 ədəddir. Düzdür, elə hallar olur ki, biz özümüz də nədənsə asılı olaraq sözləri çaşdırırıq, amma onu vurğulayım ki, mümkün qədər ona diqqət edin. Rəqəmlər yalnız bunlardır. Qalan yaranmış, rəqəmlərin köməyi ilə yaranmış ədədlər var. Davam edirik. Deməli, burada nümunələrə başlayaq. Nümunələr yenə deyirəm, sadə görsənə bilər, amma nəzərə alırıq ki, bu videolara 5-ci siniflərdə baxa bilər, ona görə onlara daha köməkli olsun. Ən böyük 5 rəqəmli ədəd düzəltməyi soruşur. Deməli, baxın, 5 rəqəmli ədəd düzəldəcəyik, ən böyük olacaq. Mən sizə bir şey deyim ki, ən böyük ədəd düzəltmək üçün ən böyük rəqəmlərdən istifadə etmək lazımdır. Ən böyük rəqəmimiz isə 9-dur. Deməli, biz 9-lardan istifadə etməklə 99.999 ədədi ən böyük 5 rəqəmli ədəddir. İkinci nümunədə ən kiçik 4 rəqəmli ədəddən danışır. Bu səfər biz 4 rəqəmli ədəd düzəldəcəyik. Ən kiçik soruşduğuna görə prinsip baxımından yenə də bu dəfə ən kiçik rəqəmlərdən istifadə edəcəyik. Ən kiçik rəqəmimiz 0-dır. Amma biz 0-la başlayan ədəd düzəldə bilməliyik. Ona görə 0-dan fərqli ən kiçik rəqəmimiz 1-dir. 1-dən başlayırıq. 1 və ondan sonraki kiçik rəqəmlər 0 istifadə etmək olar. Deməli, ən kiçik 4 rəqəmli ədədimiz 1000-dir. Üçüncü nümunədə rəqəmləri fərqli ən kiçik 4 rəqəmli ədəddən danışır. Yenə də biz 4 rəqəmli ədəd düzəldəcəyik, ən kiçik düzəldəcəyik. Lakin bu səfər, bax, burada olduğu kimi rəqəmlər bir-birinə bərabər olmamalıdır. Deməli, ən kiçik rəqəmlərdən istifadə etməklə, amma bir-birindən fərqli. 1, 0, sonraki ən kiçik qalan 2 və ondan sonraki 3. 1023 ədədi ən kiçik rəqəmləri fərqli. Bax, siz bunu oxuyanda fikir verin. Rəqəmləri fərqli sözü deyirsə, onda burada fərqli rəqəmlər istifadə etməlidir. Yox, rəqəmləri fərqli sözü demirsə, onda eyni rəqəmlərdən dəfələrlə istifadə edə bilərsiniz. Davam edirik. Rəqəmləri fərqli, ən kiçik 3 rəqəmli tək ədədlə ən böyük 2 rəqəmli ədədin fərqini soruşur. Deməli, biz nə edirik? Burada addım-addım eləmək lazımdır. Bu sizə uzun görsənə bilər. Birinci addımda əvvəl bunu düzəldək. 3 rəqəmli ədəd düzəldəcəyik. Rəqəmləri fərqli olacaq və ən kiçik olacaq. Ən kiçik rəqəmimiz deməli 1, 0 və bura 1, 0 istifadə elədiyimizə yerdə qalır 2. 2 yazmalıyıq. Amma 2-ni yazmazdan əvvəl buranı diqqətlə oxusaq. Baxın, bax, burada tək sözü yazılıb. Deməli, biz axırıncı rəqəmimizi tək rəqəm istifadə eləməliyik.
Ona görə də məcburi olaraq 2-ni yox, 3-ü istifadə edirik. Çünki ən kiçik 3-dür. Deməli, baxın, bu hissə düzəldir. Rəqəmləri fərqli, ən kiçik 3 rəqəmli tək ədəd 103. Davam edirik. Ən böyük 2 rəqəmli ədəd. Deməli, ikinci olaraq 2 rəqəmli ədəd düzəltməliyik və ən böyük düzəltdiyimizə görə ən böyük rəqəmlərdən istifadə edirik. 99. Rəqəmləri fərqli demir. Rəqəmləri fərqli desəydik, birini 9, birini 8 seçəcəkdik. Deməli, 103 ilə 99-un nəyini soruşur? Fərqini. Bərabərdir 4. Vəssalam. Bu cür nümunələrdən nə qədər çox istifadə etsəz, əliniz öyrəşəcək. Aha, gəldik bura. Bu, yer gəlmişsən vurğulayım ki, bu nümunələri mən test toplusundan götürürəm ki, eyni zamanda bu videoya baxan abituriyentlərə də nümunə olsun və oradakı misallara bu nümunələr baxaraqdan həll edə bilsinlər. Deməli, burada bir şeyə fikir verirsiniz ki, deməli, kvadrat mötərizələrdirsə, bu adlanır parça. Yəni, 10 ilə 15 ədədləri arasında natural ədədləri soruşur. Gəlin, bunu yazaraqdan həll edik. Və bir şey vurğulayım ki, kvadrat mötərizə olarsa, deməli, biz həm 10-un, həm də 15-in özündən istifadə edəcəyik. 10, 11, 12, 13, 14 və 15. Aha. Sayaq. Deməli, 10, 11, 12, 13, 14, 15. 1, 2, 3, 4, 5, 6 ədəd burada natural ədəd var. Deməli, 10, 15 arasında 10 ilə 15-i də götürmək şərti ilə 6 ədəd var. Bəs bunu necə tapacağıq? Həmişə mi belə yazacağıq? Xeyr, bunun tapılma yolu belədir. Əgər parça olarsa və bizdən bu ədədlər arasındakı ədədlərin sayını soruşursa, sadəcə böyük ədəddən kiçik ədədi çıxıb üzərinə 1 gəlirik. Bu bizim yolumuz. Doğrudan da elədi 6. Bu tipli digər nümunəyə baxaq. Burada isə fikir verin necədir. Biri kvadrat mötərizədir, biri açıq mötərizədir. Buna deyirlər yarım interval. Yarım intervalda nə edirik? Kvadrat mötərizə olan ədədi və yaxud da rəqəmi istifadə edirik. Amma açıq mötərizə olan ədədi və yaxud da rəqəmi istifadə etmirik. Yəni, biz bu rəqəmləri və yaxud da ədədləri düzsək, belə bir hal alır. 9, 10, 11 və s. düz gələcəyik 19-a kimi. 19-da dayanacaq. Yəni, bizə 20 lazım deyil. Bunların sayma qaydası necədir? Bu zaman böyük ədəddən kiçik ədədi çıxacaq. 11 ədəd. Vəssalam. Daha əlavə olaraq bir üstə gəlmirik bayaqki kimi. Digər nümunədə isə hər iki mötərizə açıqdır. Bayaqki prinsiplə açıq mötərizələr olduğuna görə buradakı ədədlər istifadə olunmayacaq. Yəni, biz bunların düzsək, başlayacaq 12-dən 12, 13 və s. gələcək neçə kimi? Bəli, 15-ə kimi. Buranı saysaq, qaydamız isə belədir. 16-dan 11-i çıxırıq və əlavə olaraq 1 çıxırıq. Bax, bu qaydaları siz videonu bir daha izləyərək bu qaydaları yadda saxlasaz yaxşı olardı. On 15-ə bərabər olduğunu qeyd edərək maksimum A vuraq B-ni soruşur. Yəni, A üstəgəl B 15 olduğu təqdirdə A vuraq B-nin ən böyük ədədi maksimum böyük deməkdir. Ən böyük ədədi nəyə bərabər ola bilər? Gəlin, belə bir analiz aparaq ki, 15-i cəmi 15-ə bərabər olan ədədlər hansılardır? 1 ilə 14, 15 elədir, düzdürmü? 2 ilə 13, 3 ilə 12, 4 ilə 11 və gəlin bunların hasilini analiz edək. 26, 36, 44, aha, nəyə fikir veririk? Baxarıq ki,
Rəqəmlər get-gedə bir-birinə, ədədlər get-gedə bir-birinə yaxınlaşdıqca, yəni 4, 11 bir-birinə yaxınlaşdıqca hasil də böyüyür. Deməli, burada biz bir-birinə ən yaxın ədəd seçsək, hansı ki cəmi 15 eləsin, 7 ilə 8, cəmi 15 eləyir. Deməli, baxın, bunların hasili 7 vur 8, 56 eləyəcək. Deməli, cəmi 15 eləyən rəqəmlər arasında hasili ən böyük olan 7 və 8-dir. Deməli, ən böyük hasil olur 56. Burada isə bizim ev tapşırığımız var. Yəni, evdə siz bu nümunələrə baxaraq artıq özünüz də təcə video baxmaq kifayət eləmir. Özünüz də nəsə eləməlisiniz mütləq, əgər nəsə istəyirsinizsə. Baxın, belə bir ev tapşırığı yazmışam. ABC rəqəmlərdir. 3A + B = 2C ifadəsinin ala biləcəyi ən böyük qiyməti soruşur. Bu tapşırığı edin və mənim Facebookda hesabım var. Riyaziyyatdan şagirdlərə kömək qrupu. O qrupa üzv olaraq siz ev tapşırığından alınan cavabı və yaxud da həlli yolu ilə birlikdə o qrupda yerləşdirə bilərsiniz və biz o suallara, müəyyən yaranmış suallara orada müzakirə edə bilərik. Və tezliklə sizi həmən qrupda gözləyirəm. Sağ olun, gələn videoda görüşərik.